İslam Media TV təqdim edir. Salam hörmətli tamaşaçılarımız, xoş gördük hər birinizi Dəyərlərimiz adlı verilişimizin növbəti sayında. Beləliklə, bugün biz yenə kəndlərimizdən birindəyik. Bugünkü verilişimiz məhz Kirəç Muğanlı kəndindədir və inşallah ki, bugün də məhz bu kəndin tarixi ilə, keçmişi ilə və bugünü ilə maraqlanıb bu kəndin ağsaqqalları ilə, belə deyək, dünya görmüş insanları ilə görüşüb söhbətlər aparacaq. Yurdum yuvam, ay aziz kendimiz, Azadabad, ay güzel kendimiz. Yurdum yuvam, ay aziz kendimiz, Azadabad, ay güzel kendimiz. Güzel olur sende yay kış bahar, güzel olur sende yay kış bahar. Yaşım neşeli, ömrüm neşeli, sevirem seni güzel kendimiz. Yaşım neşeli, ömrüm neşeli, sevirem seni güzel kendimiz, kendimiz. Dəyərli tamaşaçılarımız, yenə Dəyərlərimiz verilişinin sədası ilə sizlərin görüşünə gəldik. Bugün biz qədim kəndlərdən olan Kirəç Muğanlı kəndinin həmişə olduğu kimi yenə tarixi keçmişi, adət-ənənəsi və milli mənəvi dini dəyərlərindən danışacağıq. Verilişimizin adəti üzrə ilk baş çəkdiyimiz məkan isə Həzrəti Muhammed Salavatullah aleyhi və aleyh adına Kirəç Muğanlı məscidi oldu. Elə məsciddə məscidin axındı ilə biraz məscidin haqqında və Kirəç Muğanlıda bugün ibadətlərin hansı vəziyyətdə olduğunu söhbət etdik. Axund ağa, xoş gördük. İnşallah əvvəlcə özünüzü təqdim edin ki, tamaşaçılarımız sizi tanısınlar. Bismillahirrahmanirrahim. İlk öncə xoş gəlibsiniz Kirəç Muğanlı kəndinə. Mən Həsənov Rəşad. 1983-cü ildə elə bu kənddə dünyaya gəlmişəm. Bu kənddə böyümüşəm, elə orta təhsilimi də bu kənddə almışam. Ondan sonra təhsilimi Marnolu rayonunun İmam Rıza mədrəsəsində 3 il dini təhsil aldıqdan sonra imtahan verib Qum şəhərinə üz tutduq və orada 5 il təhsil aldıqdan sonra yenidən kəndə cəmaatın xidmətinə qayıtdıq. Neçə ildir bu kənddə xidmət edirsiniz? Təqribən biz ötən ildən, keçən il Ramazan ayından buradayıq. Artıq 1 ildir ki, cəmaatın xidmətində varıq. Bu məscid barəsində biraz bizə məlumat verərdiniz. Biz bildiyimizə, eşitdiyimizə görə deyəsən əvvəllər bura bir ev olubdur. Bəli, bu Dini Ocaq Şaxılıq Vəli qızının təşəbbüsü ilə yaranmış bir yerdir. Şaxılıq Vəli qızı evladları olmadığı üçün belə qərara gəlmişdilər ki, öz evini Allah yolunda hədiyyə eləsinlər və 2003-cü ildən artıq cəmaatın eşikdə tabloda gördüyünüz kimi Kirəç Muğanlı kəndinin cəmaatının xidmətinə veribdir. Rəsmi surətdə əvvəl ilk öncə Qafqaz Müsəlmanları İdarəsinə, indi də Gürcüstan Müsəlmanları İdarəsinə yazılı surətdə verib ki, mən evimi hədiyyə olaraq Allah yolunda cəmaatın ixtiyarına verirəm. Çox gözəl. Biraz da bizə məlumat verərdiniz. Burada məclislər qeyd olunur, hansı məclislər keçirilir? Bəli, burada cəmaat namazları qılınır, təvəssül duası oxunur, ziyarətə Aşura həftədə bir dəfə oxunur. Ramazanda Qədir gecələri, Fitir bayramı, Qurban bayramı, eləcə də Aşurada Dəhiyyə Aşuranın 10 günündə mərsiyələr döyülür, imamın 3-ü, 7-si, 40-ı, eləcə də başqa dini mərasimlər bu ocaqda keçirilir və cəmaat tərəfindən şükür Allaha xoş qarşılanır.
vaxtdır cəmaət namazı qılınır, əzan verilirmi kəndə? Bəli, gündə 3 vaxt bizim sübh, zöhr və şam, məğrib əzanlarımız verilir. Möminlər də namazda iştirak edirlər. Qəbul eləsin. Biz bayaq dediniz ki, bu məscidi bir nəfər adının ismi nə dediniz? Şaxlıq nənəmiz veribdir. O hal-hazırda yaşayırmı? Bəli, hal-hazırda yaşayır, 87 yaşı var, özü ali təhsilli kimya biologiya müəlliməsidir. Bayaq dediyim kimi 87 yaşı var. Şükür Allaha hələlik gümrahdır. İnşallah ona da istəyərdik bir baş çəkək, onu da ziyarət edək. Buyuraq aşağıda onu da biz ziyarət eləyək, bir onun dualarından da bəhrəmənd olaq inşallah. Dəyərli tamaşaçılarımız, biz hal-hazırda Şaxlıq nənənin yanındayıq, hansı ki, bayaq ziyarətində olduğumuz məscidi zamanında o bu kəndə hədiyyə eləyibdi və inşallah indi biz o nənəmizi elə özünü öz dilindən tanıyaq. Nənə, xoş gördük sizi. Hoş vaxtınız olsun, xoş gəlmisiniz. Allah razı olsun. Özünüzü bizə biraz tamaşaçılarımıza təqdim edərdiniz. Adınız, soyadınız, özünüz bu kənddənsizmi, yoxsa gəlibsizmi bura? Mən 1930-cu ildə Kirəçmalı kəndində anadan olmuşam. İlk təhsilimi ibtidai məktəbdə almışam. Orta təhsilimi Azərbaycan Respublikasının dövlətinin 2-ci şıxılı kəndində orta təhsil almışam. Orta təhsili bitirdikdən sonra 1950-ci ildə Azərbaycan dövlətinin Bakıya, APİyə, o zaman Vladimir İlç Lenin adına idi. O instituta kimya, biologiya fakültəsinə qəbul olmuşam. 51-56-cı illərdə orada oxumuşam. Qurtardıqdan sonra Gürcüstan Maarif Nazirliyinin tələbinə görə Tiflisə gəlmişəm. Tiflisdə Bünyamin əmrimi Kürdlər məktəbinə, Marnur rayonunun Kürdlər məktəbinə əmr verdilər. O zaman xoşbəxt Ənvər Mehralıoğlundan xoşbəxt ailə qurduq. O da uzun müddət 30 il məktəb direktoru işlədi. Sonra Maarif Nazirliyinin əmrinə görə bizi öz kəndimizə bura göndərdilər. 1950-ci ildən 1936-cı ilə qədər bu məktəbdə Ənvər müəllim məktəb direktorum, mən də kimya biologiya müəllimi işləmişəm. 2000-ci ilin noyabrında Ənvər müəllim rəhmətə getdi. Mən kimsəsiz tənha qaldım. Mən o fikrə düşdüm ki, indi mən nə etməliyəm? Evi Ənvər müəllimin adını çox qüsursuz olaraq işlədiyinə görə məktəbi Ənvər müəllimin adına verdim. 2002-ci ildə. 2003-cü ildə isə məscidi Allah evinə vermək niyyətinə düşdüm. Sizin nənə özünüzün evladınız oldu mu yoxsa? Evladım olmayıbdı. Ənvər müəllim öləndən sonra, dünyasını dəyişəndən sonra mən kimsəsiz tənha qaldım. Fikirləşdim ki, nə etməliyəm mən? Fikirləşdim ki, bir evdə, iki evdə deməliyə verim. Bu qədər mülkü mən neyim? Yaxşı budur ki, bu da Allah işidir, Allahın əmri ilə oldu. Mənim işim haqq işidir, Allah işidir, Allahın əmri ilə olubdur. Bəli. Allah sizdən razı olsun nənə. İnşallah ki bunun savabı
Allah özü bunun savabını yazar. Çünki bu çox böyük işdir. Çox böyük iş görmüsünüz. Hal-hazırda da mən gündə 5 dəfə namaz qılıram, işi birləşdirirəm. 3 dəfə azan verirəm. Azandan sonra da qalxıram, burada bax bu güllərə baxıram. Onları bağlayıram, onları suluyuram. Qapının bazarının təmirinə baxıram. Azdan çoxdan hələ yaşayıram. Bəli. Allah ömür versin nənə. Biz də bu kəndə gəlmişdik. Bu kənddə çəkiliş eləyirdik və istədik sizi də ziyarət eləyək. Bir tarixə salacağıq. Ziyarətiniz qəbul olunsun. Rızqınız bol olsun. Açılan əlləri sizə kömək eləsin. Allah razı olsun nənə. Allah köməyiniz olsun. O ki, yada salıb gəlibsiniz, razıyam. Təşəkkür edirəm. Minnətdarımı bildirirəm. Olsun. Dəyərli tamaşaçılarımız, Şahlıq nənə ilə həm məscidin haqqında, həm onun keçdiyi keçmə-keçli həyat yoluna nəzər saldıqdan sonra verilişimizi Kirəç Muğanlı kəndində davam etdiririk. Eşitdik ki, kənd məktəbində ziyalılar otağı mövcuddur. Biz də məktəbə baş çəkək və ziyalılar otağını da tarixin yaddaşına həkk eləyək dedik. Əziz tamaşaçılarımız, biz hal-hazırda Kirəç Muğanlı kəndinin məktəbindəyik və elə məktəbin direktoru da yanımızdadır. İstədik ki, biraz da məhz məktəblərində olan, xüsusən də bu məktəbdə ziyalılar otağı var. Məsələ biz həmin otaqdayıq. Ümumiyyətlə istədik biraz bu məktəb haqqında və buranın yetirmələri haqqında biraz məktəb direktorundan söhbət eləyək. Xoş gördük müəllim. Çox sağ olun, xoş gəlibsiniz. Sağ olun. İstəyərdik özünüzü təqdim edərsiniz. Mən Məsim Ayvazov, Kirəç Muğanlı Orta Məktəbinin direktoruyam. 87-ci ildən buraya. Hal-hazırda da işləyirəm. Məktəbimizdə 25 müəllim var. Hamısı yerli müəllimdir. Gürcü dili müəllimdən tutmuş, ingilis dili müəllimləri. Bütün hamısı qıraqdan gəlmə müəllim yoxdur. Onlar hamısı öz kəndinizdəndir. Öz kəndimizdəndir. Hamısı öz kəndimizdəndir. Gözəl də kollektivdir, gözəl də güclü müəllimlərdir. Yaxşı kollektiv. Neçə illik təhsil ocağıdır bu? 12 illik təhsil ocağıdır, bəli. Bu il ümumiyyətlə son zamanlar məktəbinizdən ali məktəblərə qəbul olanlar. Ali məktəbə qəbul olunanlar var. O divarda onların şəkli asılıdır bu dəqiqə. Əvvəllərə baxanda indi gürcü dilinə münasibət daha da yüksəlib. Gürcü dili müəllimlərimiz yaxşı, uşaqları yaxşı hazırlayırlar, aşağı siniflərdən uşaqlar yaxşı hazırlaşırlar. Orta təhsildə yaxşı başa vururlar. Şükür Allaha, çox yaxşıdır vəziyyətləri. Elə biz hal-hazırda durduğumuz otaq məhz məktəbin deyəsən ziyalılar otağıdır. İstəyərdik ki, biraz bizə məlumat verərsiniz. Xüsusən burada kimlərin şəkilləri və onların haqqında qeydlər var. Bəli, bu ziyalılar otağı Kirəç Muğanlıda olan yalnız müəllimlərin siyahısıdır, burada şəkilləridir. Burada bu kənddə başqa sənət sahibləri, həkimlərimiz var güclü, sonra injinerlərimiz var, astronomumuz var, başqa sənət sahibləri var. Onların birinin şəkli yoxdur. Yalnız burada müəllim diplomu almış, müəllim fəaliyyətinə məşğul olan insanlardır. Mən bir şey demək istəyirəm. Sovet dönəmində də, 20-25 il bunun əvvələ qədər bizim kənd balaca olmağına baxmayaraq, ali təhsilli siyahısına görə Gürcüstanda yaşayan Azərbaycanlıların içərisində əhali sayına görə birinci yerdə dururdu. Məsələn, elə bir ev yox idi ki, orada 3 nəfər, 4 nəfər ali təhsilli, müəllim, injiner, həkim olmasın. Bu məktəbdən çıxan şairləriniz, yazıçılarınız, tanınmış insanlarınız olub bu? Gözəl insanlarımız var, bəli, həkimimiz var, Reyman İsmailzadə, Dünya Tibb Elmlərinin Konqresinin üzvüdür. Belarusiya Onkoloji Mərkəzinin müdürüdür. Çox gözəl professordur, cavan oğlandır. Burada gözəl müəllimlərimiz, bura bax, bu rəhbəri eləyən Ənvər müəllim olub,
bir neçə il, 25 ilə qədər Süleyman müəllim olub, Lətif müəllim olub, direktor. Sonra onları mən əvəz eləmişəm. Burada gözəl müəllimlərimiz işləyib. Bu 120 illiyini keçirdik sentyabrın 15-də Həsən Məmmədov Məcruh. Yaxşı şeirləri, gözəl insandır. Sonra cavan şairlərimiz var. Rəhmətlik Vahid Kirəşli, yaxşı şair, kitabı var. Sonra Vəkil Məmmədov, sonra İmran İsmailov. Bax, bunlar gözəl qələm sahibləridir. Çox gözəl. Çox sağ olun, Allah razı olsun. Şad olduq sizinlə söhbətdən. Sizə də, eləcə də məktəbinizə də uğurlar və belə deyək, yeni elmli tələbələr yetişdirməyi arzulayırıq. Sağ olun. Bizim də məqsədimiz odur. İslam Media televiziyasına təşəkkürümüzü bildiririk ki, bizi yad edirsiniz, kəndlərdə olan vəziyyətlə yaxından tanış olursunuz. Canınız sağ olsun. Sizin bu fikrinizə görə çox minnətdarlıq edirik. Canınız sağ olsun. Həmişə sizi gözləyirik. Sağ olun. Bəli, dəyərli tamaşaçılarımız, məktəb direktoru ilə səmimi söhbətdən sonra Kirəç Muğanlı kəndinin tarixi ilə maraqlandıq. Bizə kəndin ağsaqqalı olan Lətif müəllimin məlumatlı olduğunu söylədilər. Elə biz də yol aldıq Lətif müəllimin evinə. Əziz tamaşaçılarımız, biz hal-hazırda yenə məhz Kirəç Muğanlı kəndindəyik və burada gəzintimiz davam edir. Növbəti müsahibimiz bizim məhz bu kəndin ziyalısı, ağsaqqalı Lətif müəllimdir. İnşallah ki, onu öz dilindən tanıyaq. Əvvəlcə Lətif müəllim, xoş gördük sizi. Sağ olun, xoş gəlirsiniz. Gələn dəyərlər verilişini təşkil edən şəxslərə sizə mən şəxsən öz təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Ona görə ki, siz Borçalının kəndlərini, kənd gəzirsiniz, onların tarixini öyrənirsiniz və Borçalıda xalq necə yaşayır, xalqın vəziyyəti haqqında ümumi məlumatlar toplayırsınız. Ona görə mən bir daha dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi Kirəç Muğanlı Aran Borçalısının birinci nöqtəsidir. Azərbaycanla həmsərhəd bir ərazidə yerləşibdir. Əgər biz Kirəç Muğanlının tarixinə nəzər salsaq, onda məlum olacaq ki, 17-ci əsrin axırına kimi burada türklər, 18-ci əsrin əvvəllərindən etibarən burada Azərbaycanlılar bərqərar olub, yaşamağa başlayırlar. Və burada yaşayan cəmaət, xalq bir neçə yerlərdən, başqa yerlərdən, o cümlədən Muğan çölündən, Muğan düzündən, bəziləri Türkiyədən gəliblər, Anadolu türkündən gəliblər, vaxtilə yerləşiblər. Ümumiyyətlə, belə deyərəm ki, 18-ci əsrin əvvəlindən etibarən bu kənd burada bərqərar olub. Bu kənd əvvəlcə Köhnə Qışlaq deyilən bir təpənin dibində, yəni kəndin yuxarısında yerləşibdir. Bir müddətdən sonra cəmaət məcburiyyət qarşısında qalıb ki, bura artıq quraqlıqdır, quraqlıq keçir, bizə su lazımdır, mal-qara saxlamaq lazımdır. Oyun saxlamaq lazımdır, təsərrüfat inkişaf eləməlidir. Ona görə köçüb gəliblər Xıram çayının, Ehram çayının daha doğrusu, biz Xıram da deyilir, Ehram çayı Azərbaycan. Ehram olub, bəli. Ehram çayının qırağında artıq yerləşiblər. O vaxtdan da bəri bu kənd get-gedə yavaş-yavaş, onda bir 7 ailədən ibarət. Burada kəndin bir növrəsini qoyublar. Sonralar da yavaş-yavaş bu torpaqlarını özlərinə torpağı alan zamanda təkəldə Həsən bəy oluşur. O da general olub, çar generalı. Həsən bəyin torpağından, qızıl pulla alıblar müəyyən hissəsini, yəni razılıq əsasında ödəyiblər nə qədər pul lazımdır. Ondan sonra kənd yavaş-yavaş inkişaf edib ərazilər. Və bu kənddə də maarif, mədəniyyət, mən deyərəm ki, Borçalının ümumiyyətlə bütün kəndlərindən əvvəl başlayıb. Onun da səbəbi olub ki, biz Azərbaycanla həmsərhəd, bizim böyrümüzdə Qazaq rayonunun 2-ci Şıxılı kəndində, orada
elm və mədəniyyət, maarif çox qədimdən başlayıbdır. Qədimdən bərqərar olubdur və buna görə də biz əsas təhsilimizi oradan almışıq, oradan götürmüşük. Bu kəndin də birinci ziyalisi Məmmədov Həsən Eyüboğlu. O Qori seminariyasını bitiribdi. 1921-ci ildə fevral ayının 25-də Gürcüstanda Sovet hakimiyyəti bərqərar olanda öz doğma kəndimizə qayıdıb gəlib, seminariyanı bitirib gəlib. Və belə qərara gəlib ki, Həsən müəllim burada maarif və mədəniyyəti inkişaf eləsin. Yəni bu maarif mədəniyyətin inkişafı üçün o belə düşünüb ki, əvvəlcə müəyyən orqanlara, yəni təşkilatlara müraciət eləmək lazımdır ki, burada ibtidai sinifləri təşkil eləmək. Sonra da düşündüm ki, bu yəni hökumət təzə qurulmuş, bir Sovet hökumət təzə qurulubdur, bunun o qədər qüvvəsi olmayacaq. Yaxşısı budur, mən öz şəxsi evimdə 4 illik ibtidai sinifləri təşkil edim. O cümlədən ibtidai sinifləri təşkil edib öz şəxsi evində buraya 3 nəfər şagird qəbul edibdir. Onlardan Əhmədov Hacı Yusufoğlu, İsmailzadə Sadıq Mustafaoğlu, Musayev Süleyman Nəbioğlu. Hər dördünün təlim tərbiyəsindən məşğul olub 4 il və onlar qutarandan sonra öz təhsillərini 2-ci Şıxıl kənd orta məktəbində davam edib. Qutarandan sonra Hacı müəllim Dövlət Universitetinin burada Tbilisdə Dövlət Tarix Fakültəsini, Sadıq müəllim riyaziyyatı qurtarıb, Süleyman müəllim də ibtidai siniflər qurtarıb. Burada da elə ondan başlayıb. Təkcə Kiraz ünvanında yox, Borçalının çox kəndlərində. Mənim özümün xatirimdədir ki, Şulaver stansiyasından başlayardı, gecə saat 10-da, 11-də toplaşa, şagirdləri toplayardı, ona öz dərsini yenə davam edərdi. Bax belə. Ondan başqa da 7 illik məktəb sonra təşkil olubdur. Buradan məktəb direktoru olubdur Hüseynov Ənvər Mehraloğlu. 1982-ci ilə qədər, 1982-ci ildə mən burada orta məktəbin direktoru olmuşam. Həmin məktəbi də 1987-ci ildə mən tikdirmişəm. Ondan sonra da mən özüm Maarif şöbəsinin inspektoru olmuşam. Sonra kənd sahəsində sonra dövlət nümayəndəsi olmuşam. Yəni bunlar indi görüşlərim, mən Heydər Əliyevlə görüşmüşəm. O görüşlərim olub. Söhbət ondan gedir ki, Borçalının inkişafı deməli bir növ Aran Borçalsından başlayıb yavaş-yavaş daha Borçalsın. Bizim bir çox müəllimlərimiz Dumanis rayonunda məşhur olublar. Orada işləyirlər. Kirovka kəndi var orada. Bizim 4-5 nəfər müəllimlərimiz orada işləyibdilər. Yəni orada müəllim olublar. Bu kənddən. Bəli. Ona mənim saat indi şagirdim var. Elmlər doktoru, professor. Ona Padetski onkologiya deyirlər. Uşaq xəstəlikləri üzrə. Zavadel Qoroda Minski, doktor medisinski nauk. Mənim şagirdimdir. Mən dərs demişəm ona. Həm də Çilen New York Akademiya nauk. Elmlər Akademiyasının üzvüdür, New York. Belə. Sonra Toz rayonunda Ali Məhkəmənin Könül Məmmədov Ali Məhkəmənin sədridir. Natiq müəllim böyük İsrailin inşaatlı injiner, mühəndis. Çox şagirdlərimiz, çox alimlərimiz var bu saatca. İndi bizim bax bu kənd vaxtı ilə mən belə deyərəm ki, Borçalda kəndlərin hamısının səviyyəsinə baxanda ziyalı təbəqənin sayına görə bizim kənd birinci yerdə olur. İndi bu saat bizim məktəbə gedəsiniz, orada ziyalılar kabineti var. Bir baxdınız mı? Ziyalılar kabineti. Onu bax Natiq müəllim düzəldibdir. Sonra bizim bu kəndin özünün davamı nətər olur? Bu Ehram çayının ətrafında yerləşəndən sonra artıq burada həm əhalinin sayı artıb, həm də təsərrüfat inkişaf eləyibdir. Təsərrüfat inkişaf eləyib burada taxıl becərmək, ondan sonra müəyyən vaxtlarda tütün olur, qağdalı olubdur, üzümçülük olubdur. Əsasən əkinçilik, maldarlıq, bəli. Özü də buranın adı olubdur Aran Borçalsı. Aran Borçalsının ərazilərinin hamısını mən deyə bilirəm ki, hardan haraya harasıdır, məndə var onlar hamısı. İndi istəyirsiniz, onu da deyə bilək. Ümumiyyətlə, kəndin haqqında özgə nə lazımdır? Təhsilli sayılar boldur, çoxdur. Bu saat da davam edirlər şagirdlərimiz. Onu da deyim ki, indi artıq son zamanları məşhurlaşıb bizim şagirdlərimiz artıq Gürcü dilini öyrənir. Tbilisidə, Rustavidə onlar ali məktəblərə qəbula gedirlər və özləri kompüterdə bal toplayıb, yəni müəyyən sənətlər üzrə, ixtisaslar üzrə özlərinə peşə seçimi eləyirlər və qəbul olub oxuyurlar, davam eləyirlər. Bu da bizə vacibdir. Ona görə vacibdir ki, bir xalqın içində yaşayırıqsa, biz o xalqın dilini öyrənməliyik. Hökmən öyrənməliyik. Niyə? İnsan nə qədər dil bilərsə, o qədər də olmalıdır. O qədər də insan olur.
5 dil bilərsən 5 insansan. Onun heç bir ziyanı yoxdur. Ona görə də biz çalışmalıyıq ki, Gürcü dilini yaxşı öyrənək, bizim balalarımız yaxşı mənimsəsin və özlərinə yaxşı mövqe tutsunlar, yaxşı ixtisas seçsinlər. Xalq arasında özlərinə yüksək mövqe tuta bilsinlər. Biraz bizə müəllim, kəndinizin tanınmış ziyalılarından, şairlərindən, yazıçılarından kimlər var? Onlar haqqında məlumat verərdiniz. Mən deyim də bizim kənddə yazarlar da var da, yazarlar deyib elə, yazarlar çox olubdur. O cümlədən Abbas Kirəşil olub. O, mən dedim sizə ki, Məmmədov Həsən Eyüboğlu həmən onun oğludur, böyük oğlu. Həm o kişinin şairi olubdur, yaxşı müharibə veteranı olub, sonra tənqidçi olubdur, ədəbiyyatçı olubdur, o yüksək. Onun ikinci oğlu Sabir müəllim var, Pirquluda işləyir, rəsayətxanada işləyir, Azərbaycanda, bəli, elmlər doktoru, professordur. Sonra Əhmədov Qiyas Hacıoğlu, geologiya, mineralogiya elmləri doktoru, professor, bax bu olubdur. Sonra Əli müəllim, Həsənov Əli, o riyaziyyat elmlər doktoru, professor. Ondan sonra Əhməd müəllim, Həsənov Əhməd, elə deyilmi? Həsənov Əhməd müəllim də olubdur, məktəb direktoru olub Bakıda, sonra namizəd olub o kişi. Sonra bizim şairlərimiz də var. Bax, Sabir müəllimi dedim mən. Sonra bizim kənddə olubdur, şair Vahid Kirəşli olubdur, Vahid, şair Vahid. Vəkil, Əhmədov Vəkil, indi təzə şairdir. Biz 2014-cü ildə, deməli, dekabr ayının 20-sində onun 50-liyini keçirdik, qeyd elədik. Bu ziyalıların sayına qalanda dedim daha bayaq, mən yenə təkrar eləyəm ki, bizim... Zəngin olub, həqiqətən sizin eliniz zəngin olub ziyalılarla. Mədəniyyət bizdə maarif həddindən ziyadə çox yaxşı inkişaf eləyibdir, o da davam eləyir. Kəndin nüfuzu nə qədərdir müəllim? Evləri, əhalinin sayı? Təsərrüfatdan ibarətdir, haradasa 1500 əhali var, burada əhali. Xalq arasında səmiyyət, münasibət, yaxşı bir-birinə davranış qaydaları, etik müraciət normaları burada olduqca çox yaxşıdır. Cəmaət bir-birinə etik müraciət normalarını, həmin müraciət, həm etik müraciət normalarının qorunub saxlanmasına olduqca riayət edirlər. Biraz bu yaşınız maşallah olsun, xeyli yaşınız var. Çox devirləri görübsünüz belə deyək. Əvvəl olan gözəl adətləriniz olub hər halda bu kəndin. Bu günlə əvvəlin, keçmişin arasında çoxmu fərq olur? Mən sizə bir şey deyim də, mən indi cavanlara, gənclərə birdən sual verirəm ki, bir var adət, bir də ənənə. Ənənə sözlərini çox bilmirlər. Ənənə sözünün mənasını başa salmışam. Ənənə ötürmək, keçirmək deməkdir. Adətlərimizi ənənə şəklində, yəni onu gənclərə ötürmək, keçirmək, o nəsil də o birinə keçirir. Bax, ona keçirir. Ötürmək, keçirmək mənasında. Bizim adət ənənələrimiz də deyək ki, da bu olan bayramlarımızdır. Bizim milli bayramlarımızdır. Noruz bayramıdır, oruçluqdur, sonra Qurban bayramıdır. Bax, belə bayramlarda sonra da ki, yeni ilin keçirilməsidir falan. Bax, bu bayramlarımız, adət ənələrimiz də keçmişdən qalıb bizə miras qalan kimi qalıbdır. Biz o adət ənələri davam etdiririk. Biz da davam etdiririk. Əvvəl bu kəndlərdə ümumiyyətlə dini məclislər keçirilib olub. Biz bilirik ki, məscid olmayıb deyəsən bu kənddə. Sovet hökumətinin vaxtında bilirsiniz da, Komünist Partiyasının üzvüydük. Sovet hakimiyyətinin o çatışmayan cəhəti o idi ki, dinə icazə vermirdi. Dinə bir mənfi bir sual qarşısında qoymuşdu ki, bu mənfi də bunu ola bilmir. Biraz da yəni Borçalıdan bildiklərinizdən bizə deyərsiniz inşallah. Bu da bir tarix kimi gənc nəsillərdir. Borçalı sözü çox böyük məhvumdur. Borçalı 3 yerə bölünür. Aran Borçalısı, Bağ Borçalısı, Dağ Borçalısı. Aran Borçalısının mərkəzi paytaxtı olubdur, bax belə, Sarvan. Sarvan. Bugünkü Marnoğlu Aysa o. Sarvan, ətraf kəndlər, Yağılcaq, Qırmızı Körpü. Buradan başlayır Qırmızı Körpüdən. Bir də keçir Bolnis rayonunun Bala Muğanlı kəndinə qədər olur Aran Borçalısı. Bala Muğanlıdan başlayır Bolnis, Zolgöş, Bala Dumansa kimi Bağ Borçalısı. Çünki burada bağçılıq həddindən ziyadə inkişaf eləyib, təsərrüfat inkişaf elədiyinə görə bunun adını qoyurlar Bağ Borçalısı. Bala Dumanısından başlayır Norğu dərəsi, Dumanis demirlər onda baş keçid. Baş keçid, sonra Dumanis olur. Baş keçid,
Bonusun dəyişən. Bonusun Yekaterinfeld olub, ondan sonra Lüksemburg olub. Axırda da Lüksemburg. Onun tarixini dəyişəm mən. Lazım gəlsə dəyişəm. Mən bilən Bonusun bir Azərbaycanlı adı olub. Yox, Azərbaycanın adı o kitabda yoxdur elə şeylər, yox. Yox. Lüksemburgda onu görüblər ki, orada nemislər, almanlar yaşayıb ona görə. Yekaterinfeld də qoyulubdur Rusiya, Gürcistan, nə vaxt Gürcistan tərkibində hərbi cəhətdən qarışıb, ondan sonra tarixi belədir. Hə, bu deməli dağ borçalısı başlayır, hardan? Baladumanistan başlayır, orada bir dolğu dərəsi var, odur, baş keçiddir, Zalqadı tetri çıxarıldı. Bax, bura deyirlər dağ borçalısı. Yəni, borçalının da tarixinə nəzər salanda, tarixi başlayır 8-ci, 9-cu əsrdən ta 17-ci əsrə qədər burada bərqərar olan kim olar? Türklər olub. Sonra da bizim Azərbaycanlılar burada bərqərar olub. Çox sağ olun müəllim. Belə zəngin və gözəl söhbətə görə biz sizə təşəkkürümüzü bildiririk. Təəssüflər olsun ki, vaxtımız biraz azdır. Çox da dərinə gedə bilmirik, amma yenə də bu qısa vaxt ərzində geniş məlumata görə biz sizə təşəkkürümüzü bildiririk. Sağ olun. Əziz tamaşaçılarımız, Kirəç Muğanlı elinin ağsaqqalı Lətif müəllimlə gözəl və səmimi söhbətdən sonra Lətif müəllimlə sağollaşıb, üz tuturuq növbəti gedəcəyimiz məkana. Bura isə bu kəndin Qərib Seyid deyilən bir Seyid kümbəsidir. Hörmətli tamaşaçılarımız, biz Kirəç Muğanlıdayıq və eşitdik ki, bu kənddə bir qərib Seyid olubdur və onun məhz bu kəndin qəbirstanlığında da bir ziyarətgahı var. Elə istədik kəndin axundunla o haqda biraz söhbət edək. Axund ağa, bu Seyid ümumiyyətlə bilinirmi? Hardan bu kəndə gəlib? Yoxsa bu kəndin yerlisi mi olubdur? Yəni o haqda bir məlumat var. Yox, bu kənddə Seyid yoxdur, olmayıbdır, amma bu qərib Seyid buradan çox güman ki, belə nəql edirlər ki, Qaçaq Kərəmin buradan keçəndə onun sürüsündən bir dənə quzu götürəndə bu Qaçaq Kərəmi vurur. Qaçaq Kərəmi vuranda onun böyründəki, yanındakı olanlar tüfəklə bunu vururlar. Qaçaq Kərəm özünə gələndə deyir ki, adam belə bir igidi vurarmı? Çünki görürsün, bu Qaçaq Kərəm olduğumu, mənim Qaçaq Kərəm olduğumu bilməsə də görür ki, mənim başımda nə qədər adamlar var. Cürət edib məni bu çomaqla vurduğuna görə bu igiddir, bunu siz nə cürətlə vurdunuz və dünyasını dəyişir. Təqribən elə həmin o vurduqları yer, orada oğru cığırı deyirlər. Bu ağacın arxasında o təpə ilə Azərbaycanla olan sərhəddə bir yerdə bu hadisə baş verir. Və elə onu da burada dəfn edirlər. Sonra burada Məmmədov Məmiş adlı bir şəxs bunu təqribən mənim yadımdadır. Bu qədərində öldürmüşdülər. Bundan sonrası qalmışdı. Sonradan 2008-ci ildə Musayev Sabit Dursunoğlu tərəfindən bu bərpa olundu və günbəzlə qoyuldu. Elə həmin vaxtdan sınaqlı bir Seyid kimi kəramətləri olub. Elə o vaxtdan kəndin bir ziyarətgahına çevrilib. Kənd cəmaatı bu Seyidin ziyarətinə gəlirlərmi? Bəli, kənd cəmaatı sınaqlı Seyid olduğunu üçün nəzirlər deyilir. Elə vaxt olur, ehsanlar verilir, gətirib Quran oxudurlar və yaxud da bura nəzirlər deyirlər, gətirirlər içəridə o nəzirləri qoyurlar, gedirlər. Bax belə hörmətli tamaşaçılarımız, beləcə Kirəç Muğanlı elində gəzintimiz də burada sona çatdı. Dəyərlərimiz verilişinin növbəti sayında yenə ellərimizin və kəndlərimizin dəyərləri sədası ilə görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, Allaha əmanət olun.